bəla və çətinliklər nə üçündür? İmam Həsən Əskəri əleyhissalam buyurur, elə bir bəla və çətinlik yoxdur ki, Allah tərəfindən onu bir nemət əhatə etməsin. Bəli, insan həyatı, əzab, əziyyət, məşəqqət, sıxıntı, bəla və çətinliklər. Axı bunlar nə üçündür? Məgər mütəal Allah bununla bəndələrinə zülm etməkmi istəyir? Xeyr, bu doğru deyil. Avtomobili yol kənarındakı daş və beton dirəklərinə çırpılan sürücü maşınının əzilməsinə çox əsəbləşir və yol kənarındakı hasarları zərərin səbəbkarı hesab edir. Amma maşından enib hasarların arxa tərəfindəki dəhşətli, dərin və qayalıqları görəndə buna çox sevinir və hasarları öz xilaskarı qəbul edir. Həyatımızda baş verən bəla və çətinliklər yol kənarındakı o hasarlardır ki, sanki zahirən zərər verir, lakin dərəyə düşməyimizi və süquta uğramamızın qarşısını alır. Bəqərə surəsinin 216-cı ayəsində oxuyuruq. Bismillahirrahmanirrahim. Və asa ən təkrahu şeyən və huvə xayrun lakum. Çox vaxt bir şeyi xoşlamırsınız, lakin o sizin üçün xeyirlidir.